Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi, dəyərli şagirdlər. Bugün sizlə funksiyalar mövzusuna aid bir sual izahı paylaşıram. Diqqətlə qulaq asın. Sualımız belədir ki, y bərabər fx funksiyasının qrafiki olan düz xətt apsis oxunun müsbət istiqaməti ilə 135 dərəcədə bucaq əmlə gətirib, ordinat oxunu 0,6 nöqtəsində kəsir. Fx funksiyasının tərs funksiyası gx olarsa, fg2-ni hesablayın. Mənə sonda verilən fx funksiyasının tərs funksiyası gx olarsa fg2-ni tapmaq bəs eləyir. Mənə burada verilən qrafiksə ehtiyac yoxdur. Tez yazmaq üçün, əgər mənə bu gx bərabərdir fx funksiyasının tərs funksiyası olması bəs eləyir. Mən bilirəm ki, f gx öz tərs funksiyası ilə kompozisiyası x-a bərabərdir. Yəni verilmiş funksiyanın öz tərs funksiyası ilə bir-birini yox edir. Bu nə deməkdir? Yəni f g2 bərabərdir 2-yə. Bu tez yazmaq üçün. Ay müəllim, mən bunu başa düşmədim. Başqa necə yazmaq olar? Onda diqqətlə qulaq as. Dədə-baba üsulundan yazaq. İndi yazaq. Biz bilirik ki, burada əgər 135 dərəcə veribsə, k bərabərdir tangens 135 dərəcə. Bu da bərabər nə? Bu da bərabərdir -1-ə. Xətti funksiyamız nədir? K x üstəgələ b-dir. Əgər 0,6 veribsə, buna yazıram 6 bərabərdir. -1 vurulsun 0 üstəgələ b. B-ni nə tapdım? B-ni tapdım 6. Onda funksiyamız nə olacaq? Funksiya bərabər y bərabərdir. -x üstəgələk 6. Tərs funksiyası nə olacaq? Yerini dəyişsəm, yazsam üstəgələ 6. Buradan y nəyə bərabər olacaq? Y bərabər olacaq 6 çıxılsın x. Yəni bu nəyə bərabərdir? Bu gx-ə bərabər olacaq. G2-ni vermişdir. G2 nə olacaq uşaqlar? G2 bərabər olacaq 6-dan çıxana 4. İndi mən gətirib funksiyamıza yerinə yazsam, yəni f4 bərabər oldu nə? -4 üstəgələk 6 bərabər oldu 2-ə. Bu şəkildə uşaqlar tapdım. İnanıram ki, aydın oldu. Yəni çətin deyil, tez yazmaq üsulu da var. Bir qədər, uzun yazmaq üsulundan da yazmaq mümkündür. Sağ olun, salamat qalın.